Salam mənim qızlarım. Bugün sizinlə çox fərqli bir formatda video çəkmək istəyirəm. Əslində deyəcəksiniz ki, nəyə fərqlidir? Hər zaman alış-verişdən nəsə göstərirsən vloqlarda. Əslində düzdür, amma mən istəyirəm ki, sırf bunu artıq vloqların daxilində tez-tələsik keçməyim. Çünki daha faydalı olması üçün ona bir başlıq verim. Sizin üçün hər ayın bir wishlist videosu olsun. Yəni həmin ay, tutaq ki, yanvar ayı üçün mən nələri seçmişdim, sifariş elədim, necə çıxdılar, sizə önərirəm. Zaten bir çoxu daimi olaraq istifadə etdiyim şeylərdir. Ona görə də görürsüz ki, birini açmışam artıq, bu mikrofondur. Sizdən əvvəl mən biraz mikrofonu yoxladım, səs kalitesini. Belə deyək də, mənim hal-hazırda telefonumun mikrofonsuz səs qeyd etmə gücü təbii ki, məni daha çox qane edir və bunu söndürəcəm indi sizinlə danışandan onsuz da. Çünki evdəyəm, səssiz ortamdayam, yaxındayam, buna ehtiyac yoxdur. Amma düşünürəm ki, səsli bir ortamda, yəni maşınların keçdiyi bir ortamda və yaxud da ki, dəniz kənarında oturanda bu mənə çox kömək olacaq. Dediyim kimi, çox mükəmməl kalitədə bilmirəm sizə paylaşmışdım yoxsa yox, mükəmməl kalitədə bir mikrofon olmasa da, bu mənim mikrofonla ilk təcrübəm olacağı üçün də mən həm istədim ümumiyyətlə praktik eləyim, mənə rahatdırmı, rahat deyilmi, orta segmentli bir şey alıb denemək istədim və yoxlamaq istədim ümumiyyətlə necə olur deyənə. Muhtemelen amma biraz test edəcəm. Əgər məni qane etməsə, iade də edə bilərəm. Bəlkə hələ ki buna müddətim var, 14 günüm var. İndi sizə bir söz deyim. Mən ayın bir günündə sifarişləri vururam. Sadəcə onlar fərqli vaxtlarda gəlir və mən bunu fərqli vloqlarda göstərmiş oluram. Amma dedim ki, rast girməm. Yəni onsuz da müəyyən bir günə qədər favorilərə ekləyirəm ürünləri, səbətə ekləyirəm. Yəni bir wishlist oluşdururam. Və mən hər ayın 15-i bu sifarişləri oluşdururam, sifarişləri verirəm və bunlar yayılır tutaq ki 4-5 gün içərisində gəlir və bu gün artıq ayın 19-udur və bir çoxu demək olar ki gəlib və düşündüm ki bundan sonra belə davam edeyim. Bu tərəfdə kargoları göstərmək istəyirəm ki biz bunları sizinlə bərabər açıb baxacağıq. Mən dedim bəzilərini açmışam əslində. Çünki bunlar hardasa 2-3 gün əvvəldən gəlməyə başlayıblar. Bəzilərinə ehtiyacım vardı, amma yenə də listəyə baxdım. Hansı ki sifariş elədiklərimin listəsinə, ona görə gətirdim hamısını bura yığdım sizə göstərmək üçün. Gəlin bərabər başlayaq baxaq. Qızlarım, mən belə bir çanta sifariş eləmişəm ilk olaraq sizə göstərmək istəyirəm. Əslində bu çanta müxtəlif məqsədlərlə istifadə oluna bilər. Məsələn, plyaj çantası olaraq istifadə edilə bilər. Spaya gedəndə, idmana gedəndə, pilatesə gedəndə və yaxud da fərqi yoxdur. Yəni müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz. Mən bunun mat detaylarını çox bəyəndim. Özü əslində şəffaf kimi görünsə də qara olmasını çox bəyəndim. Ümumiyyətlə lookumda ana baz parçaları, saçım qara da deyil artıq bilirsiniz də mən fərqli bir saç dönəmindən keçmişəm və düşündüm ki mən idmana getmək üçün özümə bir çanta istəyirəm və istəyirəm ki bu gündəlik istifadə nə qədər shopper çantalar istifadə etmiş olsam da gündəlik, yəni böyük ölçülü çantalarım olsa da dedim qoy idmanınkini fərqli edim və idman üçün niyə ayrıca çanta almırdım, yəni tam olaraq bilmirdim ki, mən o çantadan bezməmək üçün necə bir çanta olmalıdır və sonra uzun bir müddət düşündüm ümumiyyətlə ki, necə bir tip çanta lazımdır və belə bir tərz çantanın mənə daha çox, mənim karakterimə, nə bilim, mənim staylıma daha çox yaraşacağını düşündüm və belə bir şəffaf görüntülü çanta seçdim. Çünki burada zaten daha çox isti iqlimdir. Sonra mən bunu dənizə gedəndə də istifadə edə bilərəm. Düzdür, dəniz çantama ayrıca var, amma nə bilim, çox bəyəndim detaylarını. Belə mat olmasını, qulpunun içi parçada düzdür. Baxın belə. Amma kənarı mat bir dəri materialındandır. Özü də əslində şəffaf kimi görünsə də, yəni gördüyünüz kimi çox da göstərmir. Və belə bir bu hissəsi də, belə bir dənə də əlavə belə bir şey sifariş eləmişdim. Bu əslində nə üçün gedir və mənim C2 səviyyə nə özəlliyim var? Əslində bu, məsələn, ürün, atıramda hansısa bir ürün başqa bir özəlliyi üçün icad olunub da, piyasaya sunulub. Mən onu həmişə xəyal gücüm çox olduğu üçün fərqli məqsədlər üçün də istifadə eləyə bilmə özəlliyim var.
fen üçündür. Yəni Dyson'ın falan başlıqlarını qoymaq üçündür. Yəni onun üçün belə başlıqların listəsi falan da var. Nəysə mən bura əlcəyimi, baxın, idman əlcəyimi, corab falan, pilates corabı yerləşdirmişəm və belə də pilates dəsmalını qoymuşam. Mən gələndən sonra adətən 2 dəfədən 1, 3 dəfədən 1 yuyuram dəsmalı. Amma təbii ki, digər şeylərlə təmas etməməsi üçün də belə bir şey istifadə etdim boks olaraq. Və bunu ayrı-ayrı almışam hər birini. Bu bahiyəsində. Sizə bunların hər birinin linklərini də qoyacağım. Hərsinə. Çox cool bir görüntü oldu və mənim vibe'ıma hər zaman yaraşacaq. Mən nə rəngdə pilates kostyumu giyindim, üst giyimi nə geyindim, bu məncə, yəni bu sayda çantası olacaq deyə, yəni ona görə mən uzun düşündüm və bu çantanı seçdim. Düşünürəm ki, çanta nə qədər böyükdürsə, shopper tərzindədirsə, təbii ki, bu yəni insan zövqündən də asılı bir şeydir, amma mənə görə qadın daha incə, sanki daha cool mən belə görürəm. Ona görə də shopper tərzi çantaları çox sevirəm. Növbəti mən sizə göstərmək istədiklərim qızlar Yevroşədən aldıqlarımdır. Çox uzun müddətdir Yevroşədən almırdım. Hardasa keçən il ən son onun bədən losyonunu almışdım set olaraq və çox uzun bir müddət gedir və yeni bitirdim. Mən dedim ki, qoy set olaraq yeniləyim. Daha doğrusu özüm oluşdurdum o seti. Birinci elə sizə bu bədən losyonudur. 400 millidir əslində, yəni 290-400 millidir, amma çox gedir. Yəni hatta bir il gedir. Yəni hər vaxt insan istifadə edə bilmir. Bəzən yayda məsələn çox rahat olmursan, kremsi bir hisslə, mən ən azından eləyəm. Daha çox soyuq havalarda mən daha çox sevirəm istifadə eləməyi. Amma yenə də mənə bir il getmişdi demək olar ki, və ona görə də yenilədim, aldım. İkinci, Yevroşənin bu şampunu. Əvvəllər bu fərqli qablamadaydı. Yəni mən keçən səfər alanda bu fərqli bir qablamadaydı. Daha üstündə bənövşəyi güllər falan. Amma mən adına görə tapdım ki, yəni bu gentle şampun olaraq keçirdi. Görə qoxusu eynidirmi? Mən xüsusən qoxusunu və bilirsiniz sulfatsız falan bu özəllikləri var, amma mənim üçün çox da önəmli deyil onlar əslində, belə deyim. Və qızlar, bəli, mən bunun qoxusunu çox bəyənmişdim və o gün alanda gördüm ki, bu şabalı tüsüdü qoxusuymuş. O qədər gözəldir ki, mən buna çox bayılmışdım bu qoxuya. Baxın, chestnut milk deyə keçir. Çox bəyənmişdim və aşırı dərəcədə saçlarıma narin davranırdı. Sanki yəni çox yumşaq hiss edirdim. Hal-hazırda mən Pantene'in şampununu istifadə edirəm. Hətta Pantene'in şampununu Pantene'in saç bakım kremi ilə bərabər istifadə edirəm. Və belə 2 dənə də duş jeli almışam. Yenə hamısı vanilya serisindən. Təbii ki, şampun yox, yəni şampun fərqlidir. 2 dənə aldım çünki düşündüm bir ay mənə bir dənəsi bəs eləməz. Çünki çox duş alan biriyəm. Ona görə də bunu 2 dəfə alıram. Duş jelini heç istifadə etməmişdim. Çox gözəldir. Yəni ümumiyyətlə düşünürəm ki, bu vanilya, ümumiyyətlə bunun qoxusu, bu body lotion var. Bilirsiniz, mən çox markanın, Gratis'in özünün də markaları var burada. Onların da body losyonlarında vanilya qoxusunu istifadə etmişəm. Asla, yəni bu çimdiyin gün vurursan və çimdiyin gün üstünə hansı pijamanı, hansı paltarı giymirsənsə, o yuyulana qədər, sən də növbəti çimməyənə qədər bu qoxu sənin dərindən getmir. Kullandığım ürünlərdən birini sizlə paylaşacağım hal-hazırda. Bu gördüyünüz Arzumun, əslində Arzumla Kiwi markasının var idi. İkisi də yaxşı markalardır ümumiyyətlə Türkiyədə. Mən Kiwi'nin çox ev əşyalarını istifadə etmişəm. Daha dedim Arzumu alım, bunun yorumu daha çox idi. Baxın, belə bir düzləşdiricidir. Mən əvvəl yanlışlıqla qızlar, siz nə almışdım? Yenə belə daraq kimi görünən, amma hava üfləməli almışdım və hava üfləməli olması həm səsi, həm belə şeyi mən başımı çox yorurdu, onu istifadə edə bilmirdim. Bu isə sadəcə metalik hissələri özü-özündən isinən daraq formasında düzləşdiricidir. Çox mərak, çox kaliteli görünür qızlar. Çox aşırı bəyəndim. İndi mən sizə növbəti duş alandan sonra bunu istifadə eləyəcəm. 220 dərəcəyə qədər. Mənim Hair Rinse bir dənə özü saç buran film var. Ona çox oxşuyur görüntüdə.
və burası falan çox qəşəng 360 dərəcə fırlanır və bəyəndim. Və söndürüb yandırma düyməsinin olması da yaxşıdır ki, fişdə takılı qalsa. Və daraq məsafələrini də bəyəndim ki, böyükdür və bunlar isinir. Arada baxın, metalik keçidlər var. Onlar isinir, saçını düzləşir. Yəqin bu çox insan bilir. Mən həyatımda 2 dəfə denəyəcəm qızlar. Uşaq vaxtı belə bir şeyləri xalam istifadə edirdi. O desəm feminist istifadə edirdi, tam bilmirəm. Yəni o vaxt bizim ailədə mən elə görmüşəm. Ondan sonra heç yox, biz belə normal bildiyiniz ütü var ya, 2 tərəfli arasında qışdırırsan. Fikir verdim ki, o həm yuxarı hissələrdə mənə eləmək çətin olur, bəlkə də saçım qısadır deyənə. Həm də onsuz da o artıq bilsiniz neçə vaxt idi. Mən universitetdə istifadə edirdim onu. Yəni 10 plus il olduğu üçün metalik hissələri onların əslində cilalı olur. Yəni saçımızı yandırmaması üçün müəyyən bir təbəqələr olur. Seramik təbəqə, yağ təbəqəsi falan belə bir şeylər olur ki, saçımızı yandırmasın. O artıq istifadə elədikcə yeyilir. Ona görə də mən düşündüm ki, zaten yeniləməliyəm, gəl belə bir növdə yeniləyək və bunu çox merak edirəm. Təbii ki, birinci taxacam ki, görüm elektrik işləyir, işləmir. Ondan sonra amma gözləyəcəm artıq. Duş alandan sonra siz istifadə edəcəm. Bu saç boyası mənim saçımdakı hal-hazırda olan rəngdir. Marka olaraq bu deyil əslində saçımda. Yəni bu saç boyasını ilk dəfə istifadə edəcəm. O rəng 1.1-dir, gecə mavisi. Kolestonda da var, paletdə də var. İstədiyiniz marka ola bilər. Yəni mavi alt tonlu. Fikir verirsiniz, işıq düşür oradan və özündən parlaması olan bir qara rəng saç boyasıdır. Mən bəyənirəm. Niyə bəs bunu aldım sonrasında? Qızlar, ümumiyyətlə kistlə və kistə batıraraq saçımı boyamaq mənə çox çətin gəldiyi üçün keçən səfər getmişdim kuafördə boyamışdım. Bu bilirsiniz necədir? Qarışdırmalıdır da, yəni içinə tökürsən hamısını. Qarışdırsan saçına dibinə tətbiq eləyirsən. Əgər elə bir şey lazım olsa ki, mənə nəsə təcili bir şey, dedim evdə olsun, yəni hər ehtimala qarşı və mən kisti sonra yuyanda, o qabı yuyanda qara kraska olduğu üçün hamamın lavabosunu falan çox kirlədirdi, yəni o kistlə qabı mən atmışdım direkt və belə pratik olar deyə düşünmüşdüm, yəni belə bir başa rahat tətbiq eləyərsiniz, ona görə də belə bir şey aldım. Hər ehtimala qarşı evdə olsun deyə səpətimə bunu da eklemişdim. Sonra qızlar, burada keçən dəfə çox güclü yağış yağırdı və mən də toplu şəkildə pataları yuyub asmışdım və heyfim gəldi ki, bir də onları yəni qurusunlar istədim də, yağışda islanmasınlar və güya ağıllı yol tətbiq eləyərək üstündən çətirimi qoydum ki, çətir onları qoruyar. Və çətir uçdu, getdi. Təbii ki, burada tufan oldu, külək oldu, nə oldu? Çətirim uçdu, getdi. Ondan sonra mən özümə çətir seçdim. Yəni, təbii ki, üzülmüşdüm, o çətiri çox sevirdim. Belə bir sumçkası var, yəni daşırsan, belə daşıyırsan. Ona çox diqqət etdim ki, praktik daşınsın, yəni qolunuza taxırsınız belə. Bu qədər gözəl, estetikdir ki, baxın, belə güpurları falan var üstündə. Mən çox bəyəndim, aşırı girly. Belə. Özünün də yenə bu desəndədir, Zontikin özü də belə desəndədir. Görürsünüz, burada belə güpurları var. Deməli, qızlar, günəşin istiqamətinə görə biz də istiqamətimizi dəyişdik. Daşıyırsan, tutaq ki, sonra lazım onda da açırsan. Deməklə, mən pudranı çox istifadə etdiyim gün çalışıram ki, yəni orta segmentli alım hər zaman. Bu Biolis'in pudrasıdır. Amma əgər istəsəz buna müadil olaraq Essence də var. Yəni, kim tapa bilərsiniz? Məsələn, Trendyoldan ala bilərsiniz Biolis'in pudrasını. Bunun nömrəsi 205-dir. Və bu Biolis bilirsiniz nədir? Gratisin, buradakı Gratisin öz markasıdır. Amma onun bəzi ürünlərini alanda həmişə diqqət eləyin. Harada istehsal olunur? Baxın, bu Polşada istehsal olunur. Biolis'in ürünüdür. Amma elə ürünləri var ki, Çində istehsal olunur və onlar bilmirəm, üzə istifadə eləmək yaxşı olarmı, yoxsa mən çalışıram, əgər Çin istehsalıdırsa almaq. Essence'in ki, bu da Polşanın ürünüymüş, baxdım arxasına. Yəni belə, ikisi də eyni etki verirlər, ikisi də qəşəng, çox ağ olmayan, amma şəffaf tətbiq etsən üst-üstə açıq rəngə, ağ, işıltılı, aydınlıq bir görünümə yaxın bir görünüm verə bilirlər. Yenə makyaj ürünlərindən davam edirik. L'Oreal'ın günəş kremini almışam. Su bazlı
bilirsiniz ki, ən çox La Roche övürlər. Razıyam bununla. Yayda çox yüksək qoruma lazım olanda mən də La Roche istifadə edirəm, amma bu su bazlı olduğu üçün ümumiyyətlə bunu çəkirsiniz, asla yağlı bir etki buraxmadığına görə çox sevirəm və heç bir elə bir günəş kremi, heç bir şey yoxdur üzündə, elə bir his buraxır. Ona görə də yenə də qışda, biraz payızda mən günəş kremi olaraq onu tövsiyə edirəm sizə. Güvənirəm. Deyilənə görə zaten bilirsiniz də belə çalxala olur. La Roche-un belə bir günəş kremi var. İkisi əslində bilirsiniz də Fransız markasıdır və bu ürünü istehsal eləmək üçün deyilənə görə, yəni evdə mənə qız, satıcı qız elə demişdim, ortaq çıxartdıqları bir üründür. Ona görə güvənərək almışdım ilk dəfə. Çünki günəş kremi qorusun da heç olmazsa, yəni vırırıq o qədər, o yağlılıq hissi olursa əgər etki etsin. Nəysə, çox danışdım qızlar. Növbəti mən hər saç rəngimə uyğun fərqli tonal yaraşdığını düşünərəkdən ən son qərar verdim ki, qara saçla daha çox açıq tenli, açıq rəngli tonal yaraşır. Yəni məndə zaqar tonallar da var idi, hal-hazırda da var. Bəzən ürəyim zaqar olmaq istəyəndə onu istifadə edirəm, amma genel olaraq düşündüyüm ki, gündəliyə daha açıq və bu da yağlı hiss verməyən, əgər üstə gəlib, baxın sizə nə deyirəm. Günəş kremi istifadə edirsinizsə makyajın altından, siz baxmayaraq ki, üzünüz quru dəridə olsa, artıq o yağlı bir üründür və onun üzərindən mat bir tonal istifadə etmənizi tövsiyə edirəm ki, çox yağlı üzünüzə toxunanda əliniz yapış-yapış olmasın da, rahat olsun. Yəni, mən bu görüntünü çox sevirəm və yaxından baxanda da əslində quru görünüm olmur. Əslində qəşəng görünür. Yəni, parlaqlığı var, amma həm də yapış-yapış hissi vermir. Klassik Fleur Mar'ın 401-5 budur. Yəni, mən bunu əvvəllər sarışın olanda qaşıma istifadə edirdim, amma indi dodaq çərçivələməsini istifadə edirəm. Ümumiyyətlə, Slav tərzində dodaq çərçivələməsini, dodaq rəngləməsini, boyamasını çox sevirəm və onların kombolarında həmişə belə soyuq alt tonlu karandaş istifadə olunur. Baxmayaraq ki, qaş karandaşda mən bunu dodağın çərçivəsində istifadə edirəm. Baxın, görürsünüz, şaftalı tonlu əslində mən keçmişəm, pamadama çərçivə daha soyuq edir onu. Mən bəyənirəm, yaraşır. Hələ ki, bunu xoşlayıram. Hər gün istifadə etməsəm də belə bir gözaltı kapatıcı. Fleur Mar'ın 01'dir bu. Aynen 00. Ay, hətta Fleur Mar'ın 001'i. Bu ən açıq ağ rəng olduğu üçün mən zaten Tanalin açıq ton da istifadə edirəm. Yəni ondan daha açıq ancaq Fleur Mar olduğu üçün mən bunu istifadə edirəm. Belə, burada isə mənim və İnna'nın Angelika üçün seçdiyimiz hədiyyə var. Angelika'nın fevralın ikisində ad günü olacaq və biz ona hədiyyələr seçmişik. İnna ilə ortaq almışıq. Biri belə bir saç açımıdır. Zaten yay gəlir deyə ilərdən. Biz düşündük ki, biz də onun ən sevdiyi rəngin artıq haki yaşıl olduğunu bilirəm deyənə. Düşündük ki, belə bir deməli, yay tərzində, yəni uzun qol tight yox, artıq short və crop tərzində bir takım alaq. Bunlar qəşəng paketləyəcəm, yəni bu paketdə verməyəcəm, amma hələlik olaraq və gördünüz, bu yaşılıydı. Bir dənə də haki yaşılını ən çox sevir. Bizə gələndə demişdik ki, sizin divan rəngini çox bəyənirəm. Digər bir idman çantası da. Burada bir dənə də şey var. Belə bir idman çantası var. Qızlar, bu çantanın qarajını özüm üçün almaq istəyirdim. Hətta sizə bayaq göstərdiyim çantayla bunun arasında qalmışdım. Çox bəyənirəm bunda. Sadəcə bir tık şübhəli qaldım ki, mən yaşılı yaz modunu verir. Qarası acaba yayda falan istifadə etsəm çox qış modunu verməz ki. Amma indi düşünürəm ki, idman üçün olmasa belə, qızlar, bir günlük, 2 günlük başqa şəhərə səyahət edəndə məncə çox qəşəng mini bavul kimi də istifadə eləmək olar və bunu Angelika takım olaraq yaşıl rəng sifariş edim. Özü çox gözəldir, çox şıq görünür. Mən bəyəndim. Yəni, ümumiyyətlə belə Kapitone deyirlər buna deyəsəm. Belə desəni çox sevirəm, gördüyünüz kimi. Çox sevirəm. Məncə şıq və sadə görünür. Məncə Angelika da çox bəyənəcək və spor çanta kimi istifadə edə bilər. Zaten mama uşağı olduğu üçün başqa şeylərə, uşağını harasa aparanda falan
onun üçün mini bavul kimi istifadə edə bilər. Yəni məncə kullanışlı bir çantadır. Belə, açmadığım burada 2 dənə kargo var imiş. Gəlin bərabər açaq. Özümə tayt takımı sifariş eləmişəm həmçinin. Mənim üzərimdə görürsünüz zaten çox vaxt. Pəmbəsi, mavisi var. Qızlar, bu tayt takımlarına prosta bayılıram. Niyə? Deyəcəksiniz, niyə? Dikişlərinə baxıram hal-hazırda ki, hatası varmı? Yox, bir dənə prosta saf çıxıbmış. Qorxdum əvvəl. Bunu kəsəcəm. Hə. Ekstra yüksək bəldir. Əgər beliniz incədirsə, başqa taytlar əyninizdən düşəcək. Niyə? Mən basenli olduğum üçün böyük rəsmdən alıram, amma belim incədir. Və başqa taytlar hərəkət zamanı əynimdən düşür və bu konforlu hiss etmirəm. Amma bu taytlar sizə yerləşdirəcəm linkində baxarsınız, özünüz üçün aşırı önərirəm. Ekstra yüksək bəlgidir və müəyyən hissələrdə belə geçişləri var. Göstərə bilsəm əgər. Görürsünüz, məsələn, baxın, paçasında da var müxtəlif şəkildə belə bir izlər var. Həm vücudda çox gözəl görünür. Mən o sözümə qara tayt almaq istəyirdim. Amma adi bir qara tayt almaq istəmədim. Niyə? Çünki ekstra yüksək bəl olmasına güvənə bilmədim. Dedim ki, elə həmin markanın takımını alım, koftası ilə bərabər də geyinərəm. Amma qara tayt kimi də geyinərəm onu. Koftası da belə, kofta əslində kroplar standartdır. Hətta o qədər də çox da belə şey deyil, necə deyim ki, ekstra bir özəlliyi var. Yox, bunlar standart, sadəcə barmaq keçirməsi falan var belə. Amma taytları çox gözəldir və ümumiyyətlə son zamanlarda nə geyinirəmsə takım olaraq geyinməyi sevirəm. Rahat olur kombinləmək. Özəlliklə də idmana gedirsənsə səhər düşünmürsən ki, ay bu tayta mən nə üst tapım və s. Şık, kolay şıqlıq olur. Növbəti qızlar, bir bölümdə açmamışam. Gəlin bərabər açaq. Nədir görəsən? Tripodum gəlir qızlar. Hal-hazırda sizi sabitlədiyim tripod ekstra uzun boy olan tripodumdur. Bir də çox minim var, hansı ki masa üstü çəkilişləri üçün. Yəni də belə orta boy aldım qızlar. İndi bərabər açaq baxaq görək boyu bizi qane eləyəcək yoxsa yox. Qri ağ belə bir şeydir. Bir də bunun indi sizi sabitlədiyim ekstra uzun boy olan tripodun sabitləmə hissəsi mənim üçün çox çətin. Yəni günlük çəkilişlərdə onu ağırdır, yəni mənim gücüm çatmır ona. Amma bu daha minnətdir. Baxın, indi aça bilsəm də bu hissəsi daha hafifdir də, yəni sabitləməsi rahatdır, gücüm çatır. Üşənirəm mən bəzən o tripod açmağa. Bu məni artıq bəhanələrdən necə deyim, arındıracaq da. Belə orta boy olur. Mənimki o birisi mini boy belədir. Bu orta, bu uzanır həm də. Baxın, bir tık da belə uzanır. Əslində qayət də gözəl keçər. Yəni əgər sizin kimi bu videoya özəl bir çəkiliş edəcəmsə, bəli, uzun ekstra boy tripod daha gözəl, amma bu da günlük sadəcə bir yerə üzərinə qoyub, masanın üzərinə qoyub falan çəkməyə mənə rahat olacaq. Çox uyğun qiymətə, çox basit bir tripoddur. Həm də çantaya da pratik şəkildə yerləşə bilir. Mənim çantalarım boydadır. Çanta demişkən, Bershkadan sizə aldığım çantanı göstərim. Belə bir çanta aldım. Vintage-la şeyi birləşdirir özünə sanki. Çox bəyəndim. Yumuşaqlığını falan çox bəyəndim. Və yenə də hər zaman qara saçlısansa, aldığın qara çanta ən gözəl yatırımdır. Çünki çox kombindən gedəcək. Rəngli geyinsən də saçınla bu uyumlu görünəcək və çox bəyəndim ona görə. Belə. Növbəti bir qara çanta sizi keçən videoda göstərmişdim dolablarını yığışdıranda. Mən hardasa 3-4 il bundan əvvəl Eskişehirdə olanda qara shopper çanta almışdım. Bir də tünd göy shopper çanta almışdım. Onların kalitələrini heç bəyənmədim sonra, amma aldığım üçün dedim, biraz istifadə edeyim, nə vaxt xoşlamaram artıq ataram. Qulpları həm həminlə zaten lazım idi və orta segmentli bir büdcəm olduğu üçün həmindən onu almaq lazım idi. Mənə yəni istifadə eləməliydim. Və belə, nə deyəcəkdim sizə? O vaxt tezə-tezə istifadə edirdim deyə Trendyolu. İadə falan da çox uğraşmaq istəmirdim. İndi iadə çox rahatdır. Bizim evin yerləşdiyi yer elədir ki, ora ən yaxın Trendyolun Express öz kargosudur da, yəni. Və onlar iadəni gəlib evdən götürürlər qızlar. Çox şanslıyıq həqiqətən. Digər kargo şubeləri var. Aras kargo, sürət kargo, bunlar PTT falan. Bunlar
hansısa bir ofisləri var, sən gedib versən, amma bunlar gəlib evdən götürürlər. Ona görə də nəsə bir iade lazım olanda mən direkt iade edirəm rahat. Nəysə, sizin nə yorum? Mən o atdığım 2 dənə shopper çanta var idi, amma siz necə, qulpları çox kalitəsiz və sərt idi, hətta məni incidirdi taxanda və ipləri falan çox çıxırdı, yəni səliqəsiz idi və mən deyirəm ki, bilirəm ki, mən qara shopper çantanı çox istifadə edəcəm. Deyirəm, qoyun kaliteli seçimdə, yəni onu ləğv elədim və mənim zaten bloglardan gördüyümüz kahverengi bir dənə shopper çantam var idi. Onun hətta digər rəngini öz doktoruma da hədiyyə eləmişdim, yəni o çantanı çox sevirəm. Qarasını da uzun müddət almaq istəyirdim və üstündəki ağ ip detaylarını çox bəyənirəm və dediyim kimi qızlar, o trik var, hilə. Əgər nə qədər zərif görünmək istəyirsənsə, çanta bir tık daha böyük olmalıdır. Həm kombinini daha zərif göstərir, həm də sənin kilonu da zərif göstərir, daha uzun göstərir səni, daha mən elə düşünürəm. Və bu çantanı da çox bayılaraq aldım. İstəyirəmsə, atkılı fırçası almışam qızlar. Hətta bununla bərabər göstərim sizə bu ikisi. Ümumiyyətlə, kıl köklərimizi nə qədər epilyasiya etsək də, lazer etsək də, onların dibləri çilek görünümü var. O iltihaplanmaya meyilli olmaqla yaranır. Yəni, kıl köklərinin dibi iltihaplanır. Bəli, iltihaplanma vücudumuzun hər yerində ola bilir. Və bu biraz, belə deyək də, bilirsiniz necə bir şeydir. Qadın bədəni çox qəribədir. Qadın bədəni yaşa görə dəyişmir əslində. Qadın bədəni hormonal döngüsünə görə dəyişir. Elə insanlar var ki, müəyyən dəyişikliklər onun 22-23 yaşından artıq başlayır. Elə insanlar var ki, tam qadın bədəninə keçidi sanki 28-29 yaşında başlayır. Məsələn, məndə hələ inanırsınız, ərgənlik dönəmindən qadın bədəninə keçid dönəmini hələ indi başladığını düşünürəm. Bu hormonal dəngəli olduğu və biraz daha mən sanki daha gec ilərləyən, gec yaşlanan mı deyim, bilmirəm, genetik olaraq belə olduğu üçün və bu özü də, çilek bacaq görünümü də biraz daha kıl köklərinin sərtləşməsi ilə bağlı bir şeydir. Bu da hormonal dəngə ilə bağlı bir şeydir. Sərtləşdiyi üçün daha iltihaplanmaya meyilli olur və bu ekstra bir baxım gerektirir. Mən bugünə qədər belə bir sorun yaşamamışam. Yavaş-yavaş hiss edirəm ki, artıq məndə bu əlavə bir eksfoliyasiyona ehtiyacım var. Yəni, fərq yoxdur, bu tıraş ola bilər, epilyasiya ola bilər, lazer ola bilər. Bundan sonra bir qulluq lazımdır. Və mən bunun üçün belə bir skrab seçdim və Sinozun skrabı səhv etmirəmsə Şafada görmüşdüm. Mən Şafanı çox bəyənirəm bu arada. Qardirob tərzini də özümə yaxın görürəm. Ümumiyyətlə bilmirəm, çox istəyirəm o qızı. Buradan sizi Çibraşkamda salamlayır, baxın. Deməli, bu Sinozun vanilya serisini aldım. Skrab ilk dəfə istifadə edəcəm. İndi bunun ağzı bağlı deyəsən. Gəlin açaq. Qızlar, çox gözəldir. Mən digərlərində vanilya serisini aldığım üçün dedim, qoy bu da vanilyadan olsun da, vanilya qoxusu olsun. Ümumiyyətlə, yəni Sinozu çox tərifləyirdilər və mən də ona görə Sinoz aldım. Mən çox uzun müddətin YouTube izləyicisiyəm və bilənlər bilir ki, hardasa 2010-2015 dönəmləri arasında olan YouTube içerikləri, daha çox mən türk vloggerlar izləyirdim, daha doğrusu YouTuberlar izləyirdim. Belə günlük vloglar çox az olurdu. Bilirsiniz, belə vloglarda heç də danışılmırdı. Daha çox belə sadəcə sinematik kadrlar olurdu. Daha çox başlıqlar olurdu. Bilirsiniz, tutaq ki, saç bakımı, günlük rutinim, axşam rutinim, nə bilim, tutaq ki, bu skrabla falan biz duşdan sonraki bakım, belə bir şeydə. Yəni, belə başlıqlar olurdu. Mənim çox hoşuma gəlirdi. Sanki daha yığcam bir içeriklər olurdu. Əslində mən bir tərəfdən vloglarımın içərisində belə başlıqlarda məlumat verirəm. Amma sizcə, mən çalışıram interaktiv videolar eləyim ki, siz orada sual-cavabda cavablandıra biləsiniz. Həm bizim iletişimimiz də belə qəşəng olar. Altta yorumlarda yazın. Ümumiyyətlə, elə tipli başlıq videosu çəkib, məsələn, tutaq ki, axşam bakım rutinim, tutaq ki, indi sizə bayaq dedim, sırf kıl kökü iltihabı olmaması üçün, çilek bacaq olmaması üçün bakım rutini. Belə başlıq çəkib onun haqqında həm kadrları göstərmək, həm danışmaq maraqlıdır, yoxsa sadəcə vlogun içərisində izləmək. Bunu sizdən soruşub dedim eləyim. Mənim çox maraqlı gəlirdi. Şimdi deyək ki, biz duşda skrabı istifadə etdik. Mən hətta kisədə istifadə edirəm. Kisə, skrabı istifadə etdik.
vücudumuza. Daha sonra mən almışam, atkılı fırçası almışam. Bunu zaten çoxumuz bilirik. Mən heç vaxt istifadə etməmişəm. Bu kuru fırçalamadı bilirsiniz. Duşdan sonra ümumiyyətlə bədənimiz haçan ki quruyur artıq. Quruyandan sonra bu atkılı fırçası ilə çox zərər vermədən fırçalayırıq. Həmin bölgələrimizi, hansı ki biraz bütünlük hiss edirik və s. Və yaxud da bütünlük yoxdur, amma olmaması üçün edirik. Bu da olabilir təbii ki. Və bunu edirik və daha sonrasında, yəni ölü dərini arındırmaq məqsədi ilə də, hətta bunu davamlı çox etməsən də olar. Müəyyən, hər insan fərqlidir qızlar, bilirsiniz. Mən o vaxtda dermatoloq həkimimin yanında təcrübədə olanda da xəstələr gəlirdilər. Doktor deyirdilər ki, çox aşırı saçlarım tökülür. Amma doktor sayır ki, məsələn, baxır ki, çox da belə azalma yoxdur. Deyir ki, yəni ümumiyyətlə belə bir şey var ki, insanlar fərqlidirlər. Elə insanlar var ki, günlük və yaxud da aylıq saçlar tökülür və onlar az tökülür və gözlərinə görünmür. Elə insanlar var, bilirsiniz necə ki, heyvanlarda tüləmə dövrü var. Məsələn, ildə 2 dəfə falan elə tökür saçlarını və bu bizim tamamən dış təbəqədəki saçlarımızı və yaxud da dəridə də ölü dərinin atılması var, epidermis atılması. Hər kəsdə fərqli olur. Elə insan var ki, o pütürlülük dönəmini ildə 2-3 dəfə yaşayır, sonra yaşamır. Çünki o dönəmə qədər epidermis birikir, sonra birdən-birə atılır. Bildiniz necə, epidermis dərinin ən xarici buynuz təbəqəsidir. Və yaxud da biz məsələn bu prosedurlarla hızlandırırıq və tez atır və sonra görürsən ki, heç ehtiyac yoxdur davam etməyə. Yəni hər cür insan var, özünü tanıyandan sonra bu rutini oluştura bilirsən. Məndə məsələn o ildə 2-3 dəfə məndə saç dərə tökülür. İldə 2-3 dəfə məsələn baxıram ki, necə çox tökülür, sonra görürəm ki, yox, çox tökülmə yoxdur, sadəcə bu məndə necə deyək, müəyyən bir dönəmlik ki, sonra tökülmür. Ona görə də dedik ki, nə yəni qızlar, biz atkılı fırçasını, yəni demək istədiyim budur ki, rutinimizi öz bədənimizə uyğun tasarlamalıyıq. Atkılı fırçasını deyək ki, istifadə elədik və daha sonra ən önəmli sizə demək istədiyim budur. Glikolik asid, HA-BC qarşılığımızda bizim qızlar, ümumiyyətlə retinoldur, glikolik asiddir, salisilik asiddir. Ən çox önərdiyim sizə marka Pures'dir. Çox markalar denemişəm, heç biri belə deyil. Yəni, kesin ki, mən xəstələrimə də vaxt Pures'də önərirdim. Türk markasıdır, qəşəng orta segmentli markadır, yəni ulaşılabilirdir, hər kəsin ulaşa biləcəyi bir fiyatda olur və çox etkilidir. Mən retinol 3 fərqli markadan istifadə etmişəm. Sizin bir şey deyim, bir də qızlar. Məsələn, Pures mənə görə tamamən cilt bakımıdır, düzdürmü? Mən sevmirəm. Məsələn, L'Oreal'ın kozmetik ürünlərini çox sevirəm, amma bir markanın həm kozmetik, həm də bakım ürünləri olanda sanki bakım ürünlərinə çox güvənmirəm. Və bu çox vaxt mənim fikrimi doğru çıxarır denəyəndən sonra. Sanki o marka kozmetikdir və bakım ürünləri o qədər etkili olmur. Məsələn, L'Oreal'ın da var gözaltı kremlərinin içərisində tutak retinol falan. Qızlar, əsla. Mən indi Pures'də almışam, retinolunu yeniləmək istəyirəm. Birinci başlasaz, bunun 0,3 olanı var. Göy rəngdədir deyəsən. Bir də bu 1%. Yəni ilk başlayırsınızsa az dərəcə ilə başlayın. Sonra bu 1% deyə keçin. Yəni heç bir markanın retinolunda mən bu yumşalmanı hiss etmirəm. Həqiqətən də istifadə elədikcə görəcəksiniz. Çox önərirəm Pures'də. Bəs niyə mən glikolik asidi aldım? Bu isə tonikdir əslində bu. Biz bu toniki təbii ki çox görmüşsünüz, hal-hazırda glikolik asid, salisilik asid şampunlarda var, üst toniklərində var. Neynirlər bunlar əslində? Genel olaraq hər biri əslində eksfoliasyon eləyir. Eksfoliasyon etdiyi üçün gözenəkləri açır. Sənin şampunun içərisində varsa, sənin saç dərindəki gözenəkləri açır. Saçın çox yağlanandırsa, salisilik asidli şampun istifadə elə. Həm gözenəyi açır, həm sebum ifrazını azaldır, yağlanmanı azaldır. Amma yağlı deyilsə, prosta sadəcə gözenəklərin elə bil ki, təmiz olsun istəyirsənsə, bilirsiniz də, əvvəllər insanlar inanırdılar ki, saçımızı nə qədər gec-gec yusaq, o qədər yaxşıdır. Artıq elm təsdiqləyir ki, xeyr, sənin gözenəklərin nə qədər tıkanıdırsa, sanki saç dərin nəfəs ala bilmir və nəfəs ala bilməmək ardınca bütün problemləri özü ilə bərabər gətirir. Ona görə hətta nəinki deyirlər yumaq, hətta deyirlər ki, tonik şəklində saç dərimizin gözenəklərini açmalıyıq. Amma mən bu toniki əslində nə saç üçün, nə üz üçün almamışam. Sırf sizə dediyim o çilek bacaq görünümü var ha. Bəli, iltihab
yenə də gözenek də olur. Yəni tük tibi iltihaplanır və gözenek yaradır. Və çilek bacaq dediyimiz o görünüm əslində gözenekli dəridir. Və eksfoliasyon olmamış, ölü dəri atılmamış dəridir. Və bu glikolik asidlə yenə siz pamuk disklərlə kuru fırçalamadan sonra tətbiq edirsiniz rutin ardınca. Yəni mən özümə belə bir rutin yaratmışam və bu cür istifadə edirəm. Daha sonra glikolik asid varsa əlinizdə nə üçün istifadə edə bilərsiniz? Özəl bölgələrin qaralması, qoltuq altı nahiyələrin qaralması kimdəsə varsa, bu üçün istifadə edə bilərsiniz. Niyə? Qaralma əslində yenə də ölü dərinin, pigmentli ölü dərinin birikməsidir. Sən bunun eksfoliasyon olmasını artırırsan. Həm də qızlar, mənim ən sevdiyim, yəni biz hər gün duş almırıq, düzdürmü? Hər gün duş almırıq da əslində. Amma hər gün antiperspirant tətbiq etməzdən əvvəl əsla üst-üstə dəriniz üzərinə qol altı bu rolon ola bilər, antiperspirant ola bilər, əsla üst-üstə tətbiq etməyin. Spirtlə də edə bilərsiniz. Spirt amma mənə görə daha pH zərərlidir dəri üçün. Əlinizdə olan salisilik və ya da glikolik asidlər varsa, bunu gecə etsəz, məsələn, yatsaz, səhər təmiz dəriyə rolon və ya da antiperspirant tətbiq etsəz, həm dəriniz üçün faydalı olacaq, həm də daha ferah olacaq. Görəcəksiniz ki, məsələn, tərləmən də sanki daha yaxşı qarşısını alır. Belə bir tuş almışdım, unutdum. Bu mənim universitet dönəmindən istifadə etdiyim bir tuşuydu. Bunu hədiyyə göndəriblər, karandaş. L'Oreal'dan almışdım diye ürünlərin hamısını. Bu da Biolis'in, qızlar, çox sevdiyim eyeliner'dır. Çox sevirəm. Yəni mən hər eyeliner'ı sevmirəm, bunu sevirəm. Qızlar, deməli bayaqdan kargo videosu çəkirəm mən sizə. İndi saçım necə gözəldir. Bayaq necə bir siz mənlə kəşf etdim. Mənə buraların belə dalğalı olması yaraşmır. Üzüm daha topuş görünür. Amma bunlar düz. İnsanlar hamısı tərsinə deyə hamı saçını düzləşdirir, önünü vurur. Məndə isə önlər düz olmalıdır. Belə üzümə gəlməlidir, baxın. Belə. Çünki daha yanaqlıyam. Və şey olmalıdır. Digərləri buruq olmalıdır. Bayaqları bir dəli şeytan deyir ki, aç videonu təzdən çək. O qədər, yəni şirbürcü üçün görüntü önəmlidir ki. Amma siz təsəvvür edin ki, mənə belə gördünüz də. Yəni bir baxın gör necə fərq eləyəcək. İndi baxın üzümə düşübdü saçlar. Bir də var belə. Baxın, sanki bir 5 kilo gəldi üzümə. Əslində həyatda o qədər də şey görünmür, amma kamerada o triklər lazımdır da istifadə eləmək. Belə daha incə görünürüz. Amma siz elə təsəvvür edin ki, mən belə gördünüz.
Nəysə, əyləncəli tərəfimdəyəm. Deyirəm sizə bir dənə də gülməli şey danışım. Sizi kameranı söndürdüm. Getdim ümumiyyətlə o bir tərəfə. Nəysə, günəş var idi. Çox qəşəngdə. Yəni gün batımı da deməzdim. Hələ gün batımından tezdir, amma belə zenitdə olduğu bir vaxtda çox gözəl düşür balkona. Getdim orada şəkil çəkdirdim. İndi bu şəkilləri seçmişəm. Bunlardan paylaşım eləyirəm. 4 dənə o şəkil kolajı olur, onlar nəsə hazırlamışam ki, paylaşım. Bu vaxt kargo qapı döyüldü də. Yəni bir qız üçün düşünün, kargosu gəlib, ondan daha həyəcanlı nə ola bilər? Yəni təzə bir əşyanı açırsam, yəni şirbirci üçün düşünün, özü nə qədər vacibdir. Deməli, burada mən kolajla şəkil seçirəmsə, o kargo orada gözlədi. Normalda yəni nə olursa olsun, o an nə ilə məşğul oluramsa olum, kargo gəlsəydi birinci onu açıb baxacaqdım. Yəni kesinliklə. Çünki çox sevirəm də. Yəni məncə hamımız sevirik. Təsəvvür eləyin, dayandım. Kolajda şəkilləri seçdim. Mahnını seçdim. Bir tərəfə elə baxdım, paylaşdım. Hələ gedib kargonu açmamışam. Yəni şir bürcünün özünü sevmə dərəcəsi.